Daban çatlarından əziyyət çəkənlər, dabanı çat-çat, yara olanlar videoya sona qədər qulaq asın. Çünki diş pastası ilə evdə özünüz rahatlıqla hazırlaya biləcəyiniz bir məlhəm deyəcəm ki, istifadə etdiyiniz zaman qısa zamanda daban çatlarını sağaldıb tamamilə son qoyacaq. Amma əvvəlcə ekrandakı ürəyi qızardım və profilimin üzərində olan plus işarəsinə toxunun ki, video hər kəsin qarşısına çıxsın. Deməli götürürsünüz ya zeytun yağı ya da çay tikanı yağı. Fərq eləməz. Əlinizdə hansı varsa. 2 çay qaşığı əlavə edirsiniz hər hansı bir qabın üzərinə. Üstünə özünüz evdə istifadə etdiyiniz diş pastasından götürürsünüz, 1 çay qaşığı əlavə edirsiniz və məlhəm halına gələnə qədər qarışdırırsınız. Gündə bir dəfə axşam yatmamışdan öncə həmin məlhəmi çat olan dabanınıza çəkib ya üstün strezləyirsiniz ya da adi pingvin kloku keçirdib 1 saat saxlayırsınız. 1 saat saxladıqdan sonra ilıq su ilə yuyursunuz. Bu prosesi bir neçə gün davamlı etdiyiniz zaman daban çatlarının yavaş-yavaş tədricən necə sağaldığına və çatların tədricən tamamilə yoxa çıxdığına özünüz müşahidə edəcəksiniz. Bu videonu daban çatından əziyyət çəkən dostuna, tanışına, qohumuna, qonşuna mütləq göndər. Və ən əsası sağlamlığınızın keşiyində qalan mən Əzzaçı Baloğlanı takip etməyi unutmayın.